Salam, hörmətli tələbələr. Hər birinizi salamlayırıq. Bu günləri sizinlə mən Əsmər Hüseynova kurikuluma dair bəzi terminlərin mahiyyəti ilə tanış olacağıq. Hörmətli tələbələr, bilirsiniz ki, müəllimlərin işə qəbul imtahanı hər il yay aylarında aparılır və bir neçə mərhələdən təşkil olunur. İmtahanın mərhələlərindən biri test imtahanı mərhələsidir. Və test imtahanı mərhələsində müdavimlərə yönləndirilən 60 sualdan 20 sual kurikulum və metodikaya aid olan suallardır. 40 sual isə ixtisasınıza dair suallardır. Kurikulum və ya metodika suallarında 20 sual əlbəttə ki, çox mühümdür ki, biz burada 20 sualın maksimum dərəcədə doğrayacaq və doğru sualları cavablandıraq. Bunun üçün biz pedaqogika və pedaqoji psixologiya bölməsini ayırıb, ondan əvvəl kurikulum bölməsinin tədrisini həyata keçirdirik. Qeyd etmək istəyirik ki, kurikulumla bərabər pedaqogika və pedaqoji psixologiya da eyni anda qəbulda suallar arasında qarşınıza çıxacaq və əslində onu bir metodika kurikulum kimi versələr də, əslində suallar 2 hissədən təşkil olunur və 20 suallıq belə deyək testin içərisində olan mövzulardan birincisi situativ suallardır. Situativ tipli dediyimiz suallardır. Və bu situativ tipli suallarda da adətən tələbələr belə bir sual yönləndirir ki, nəzəriyyə bölməsinə daha çox diqqət eləyək, yoxsa testə daha çox diqqət eləyək. Birincisi, biz nəzəriyyəni öyrənməliyik. Çünki nəzəriyyəni sadəcə asan yolla öyrənmək bizə imkan verəcək ki, testi daha rahat və daha anlaşıqlı şəkildə həll edə bilək. Onun üçün də nəzəriyyə bizim üçün vacibdir. Bunu nəyə bənzədirik? Sanki yol hərəkəti qaydalarını öyrənirsiniz, sonra tutaq ki, deyək ki, magistral yolda maşın idarə edirsiniz. Yəni siz nəzəriyyəni öyrənməsəniz yol hərəkəti qaydalarına bağlı magistral yolda qəzasız və yaxud da problemsiz hərəkət etmək mümkündürmü? Əlbəttə ki, bu çox çətin olar. Biz bu həyatda aid olan nümunəni testologiyaya və testə gətirsək, o zaman belə çıxır ki, biz testi də işləyərkən mütləq nəzəriyyəni bilməliyik. Sadəcə olaraq qəbul bizdən tələb edir ki, verilən mahiyyəti əzbər yox, mahiyyəti verilmiş və vaxtında öyrənilmiş mövzuya uyğunlaşdırıb tətbiq üzərindən yaza bilək. Bunun üçün də bizim tələbələrə belə deyək, akademiya olaraq təqdim etdiyimiz əsas yol asan yollarla və açar söz dediyimiz məqamlarla tələbələri çox yormadan, çox əlavə materialla yükləmədən ki, nəzərə alsaq ki, həm nəzəriyyə bölməsi ixtisas və kurikulumla üstə gələndə çox olur. Tələbənin zehnini yormamaq üçün, əsas məqama diqqət yetirmək üçün o yollardan istifadə edirik. Və tələbəyə də düşən odur ki, bizim verdiyimiz yollarda olan o açar sözləri öyrənsin və testlərdə də onları doğru düzgün dəfələrlə tətbiq etməklə gedib qəbulda yüksək bal və nəticə göstərsin. Və hazırlıqsa başlayaq. Bu günləri biz kurikulumun prinsiplərindən danışacağıq. Hazırda gördüyünüz ekrandakı belə deyək ki, kitab Time-ın ən son nəşriyyatıdır. Yəni 2024-cü il versiyasıdır. 2025-ci ilin kitabı hələ ki çıxmayıb və bu il çıxışı gözlənilmir. Kurikulumun prinsipləri deməli hazırda çıxan müəllimlərin işə qəbul imtahanı proqramında da qeyd olunmuş mövzulardandır və kurikulum çərçivəsindədir. 6 prinsip var kurikulumda. Kurikulumun 6 prinsipi var. Fikir verirsiniz. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, ikinci, nəticə yönümlülük, inteqrativlik, yuxarını oxuyursuz adları, tələb yönümlülük və qiymətləndirmə. 6 prinsipdən söhbət gedir. Demək, bunu bir daha rəsmiləşdirək. 6 kurikulumun əsas prinsipi var. Rəqəmsallaşdırmağa ehtiyac var. Niyə? Çünki gedib qəbulda artıq 7-8 yox, məhz 6 prinsip axtaracaqsınız ki, bu başqa heç bir prinsipdə kurikulumun prinsipindən söhbət getmir. Yəni, prinsiplər var, amma başqa mövzulara aid. Kurikulumun 6 prinsipi var. Bu prinsiplərdən ilk ikisinin adına diqqət edirsiniz. Şagird yönümlülük, şəxsiyyət yönümlülük. Bax, fikir verin, şagird, şəxsiyyət. Bəzən tələbələr şagird yönümlülüyü ilə şəxsiyyət yönümlülüyü qaçışdırırlar. Situativ testlərdə də bunlar tamamən əlaqəsiz anlayışlardır. Tərkibindəki sözlərə diqqət eləyəcəyik. Deyir, nədir şagird yönümlülük? Deyir, təhsil sayəsində fəaliyyətin, təhsil alanların, təhsil sayəsində fəaliyyətin, təhsil alan kimdir? O dəqiqə pervad edirik. Yəni, şagird. Təhsil verən kimdir? Yəni, müəllim. Yəni, sözləri, terminləri başa düşək. Təhsil alan şagird. Təhsil alanların
Mənafeyinə 1, açar sözü götürürük. Maraq tələbatlarına 2, 3. İstedad qabiliyyətlərinə 4, 5. Potensial 6. Mən birini əlavə edirəm. Yaş xüsusiyyətlərinə uyğun olaraq, məsələn, bunu daha da genişləndirə bilərik. Bilik bacarıq səviyyəsinə uyğun olaraq, yaş səviyyəsinə uyğun olaraq onların inkişafına xidmət etməkdir. Bax, fikir verin, bu tərifin tamamı bizə lazım deyil. Yəni, bu gördüyünüz açar söz qəliblərini götürsək, təxmini 7 dənə söz dedik. Bu sözlər situasiyada qarşımıza çıxa bilər. Nə düşə bilər? Təhsil alanın yaşı, yəni uşağın yaşı ilə bağlı situativ testlər düşə bilər. Məsələn, uşaq deyək ki, 6 yaşlı, 7 yaşlı uşaqdır, 1-ci sinif şagirdidir. Müəllim ona sual verir, tutaq ki, deyək ki, 9 yaşlı uşağın sualına. Və uşağın yaşına, uşağın bilik bacarıq səviyyəsi 4-cü sinif səviyyəsindədir. Müəllim 6-cı sinif səviyyəli sual uşağa verir. Bax, o da fikir verirsiniz. Yaşa uyğun olan materiallar və mövzu testi tətbiq olunmalıdır. Əgər bu yaşa uyğun olmayan və yaş məsələsi testin içində varsa, açar söz dediyimiz budur. Biz bunu situasiyada şagird yönümlü prinsipinin test belə verilir. Ya qorunması, ya pozulmasıdır. Biz deyirik ki, burada pozulub. Əgər uşağın yaşına uyğunluq yoxdursa. Yox, müəllim uşaqların yaş səviyyəsini nəzərə alıb materiallar uşaqlara təqdim edirsə, o artıq şagird yönümlü prinsipin qorunmasıdır. Eyni zamanda potensial. Məsələn, uşaqların səviyyəsinə uyğun. Uşağın səviyyəsindən çox çətin sual siz verə bilərsinizmi? Məsələn, deyək, 7-ci sinif şagirdə riyaziyyat sualını elə çətinlikdə verirsiniz ki, bu 9-cu sinif şagirdinin edə biləcəyi bir testdir və yaxud da sualdır, misaldır. Bu da səhvdir. Ona görə də uşağın potensialına, yaşına uyğun olmalıdır. Məsələn, istedad və qabiliyyəti götürək buradan. Situasiyada necə düşə bilər? Uşağın tutaq ki, deyək ki, rəsmə marağı var. Rəsmə marağı var. Amma müəllim uşağın rəsmə marağını təmin etmir və ya ailəsi və ya valideynləri uşağın rəsmə olan marağını təmin etmir. Bunun əvəzinə şagirdi riyaziyyat fənninə yönəldir. Amma uşağın riyaziyyat istedadı və ya qabiliyyəti və yaxud da ona marağı yoxdur. Uşaq rəssam olmaq istəyir və rəsmə marağı var. Amma əksinə, müəllim uşağın rəssamlıq bacarığının olduğunu bilib, onu dərnəklərə, müxtəlif olimpiyadalara göndərə bilir, yönləndirə bilirsə, biz deyirik ki, bu artıq uşağın marağı qoyur və bu şagird yönümlüdür, istedadın qoruyur, şagird yönümlülük prinsipidir. Yəni, şagird yönümlüdə maraq, qabiliyyət, istedad, uşaqda məsələn riyaziyyatçıdırsa uşaq, onu riyaziyyat olimpiyadalarına müəllim yönəldir. Artıq deyirik ki, uşağın marağı burada təmin olunur. Bax, beləcə, şagird yönümlülük prinsipində verilən sözlər situasiyanın mövzusudur. Gəldik şəxsiyyət yönümlülük prinsipinə. Deyir, təhsil alanın idraki 1, ünsiyyət 2, psixomotor 3. Deməli, təhsil alanın, yəni şagirdin, idrak beyin, ünsiyyət danışıq dil mənəviyyat, psixomotor fiziki hərəkət. Bu fəaliyyətləri əsasında həyati bacarıqların inkişaf etdirməklə onlarda digər situasiyanız milli və bəşəri dəyərləri formalaşdırmaqdır. Şəxsiyyət yönümlülük prinsipindəki açar sözümüz şəxsiyyətin, yəni təhsil alanın idraki, yəni beyni, biz təhsildə uşağa belə baxırıq. Uşaq 3 hissədən ibarətdir təhsil anlayışına görə. Beyin, yəni idraki, mənəviyyat, danışıq, ünsiyyət, mənəviyyat və hərəkət, fiziki bacarıqlar. İdraç deyəndə biz beyin fəaliyyətini nəzərə tuturuq. Yəni, uşağın beyin fəaliyyəti hansı fənlərdədir? Bütün, məsələn, idmanı çıxın, fiziki tərbiyəni çıxın, təsvir incəsənəti çıxın, rəssamlığı, rəsm dərslərini, texnologiya dərslərini çıxın, bizim əvvəl buna əmək təlimi deyirdi, indi texnologiyadır. İnformatika dərslərinin praktik hissəsini çıxın. Bunları çıxanda yerdə qalan fənlər hansılardır? Tarix, coğrafiya, riyaziyyat, Azərbaycan dil dərsləri və s. Bunların hamısı nəzəri dərslərdir. Yəni, nəzəri dərslər idraki formalaşdıran dərslərdir. Həm nəzəri, həm praktik, amma fiziki bacarıq yoxdur. Bax, bu dərslərdə uşağın, məsələn, riyazi bacarıqların inkişafı, istənilən bu dediyim o müəyyən fənləri çıxırsınız. Qalan hansı fənlər varsa, müəllim onun inkişafını təmin edirsə uşaqlarda, bilin ki, bu idraki bacarıqların inkişafıdır. Məsələn, deyək ki, belə bir situasiyasını təqdim etmək olar. Məsələn, deyək ki, 7-5 sinif şagirdi Əli misal və məsələlərin həllində çətinlik çəkir. Bu zaman hansı kurikulum prinsipi pozulmuşdur? Bir qayda olaraq şəxsiyyət yönümlülük pozulub. Niyə? Problem hardadır? Uşağın misal məsələ həll etməməsində. Mən gəlib bir test deyirəm, amma bunu testologiya necə istəsə imtahan o cürdə genişləndirə bilər. Mövzunun adını verər. Filan səhifədə filan mövzu, filan
onu edə bilmir. Siz baxın kökə. Yəni burada problem nədir? Yəni uşaq məsələn həll edə bilmir. Çalışmanı həll edə bilmir Azərbaycan dilindən. Sintaktik təhlil edə bilmir. Əgər uşağın hər hansı bir dərslə bağlı problemi varsa, dərs oxumaq, dərsi başa düşmək, dərsi izah eləmək, bununla bağlı problemi varsa, biz deyirik ki, burada idraki bacarıq pozulub. Testdə soruşmur idraki, emosional, psixomotor. Eləcə şəxsiyyət yönümlülüyün pozulmadığını soruşur. O dəqiqə deyirsən ki, bu şəxsiyyət yönümlülük prinsipini pozub. Və yaxud da müəllim özü uşağa əgər dərsi başa sala bilmirsə, söhbət kurikulumun prinsipindən gedir. Burada da şəxsiyyət yönümlülükdür. Çünki istər uşağın başa düşməməsi, istər müəllimin başa sala bilməməsi. Bunlar da şəxsiyyət yönümlülük prinsipinin pozulmasıdır. Məsələn, psixomotor bacarıqlar nədir? Qaçma, tullanma, hoppanma. Məsələn, deyir uşaq 100 metr irəliyə qaçma hərəkətini icra edə bilir. Deyirsən ki, şəxsiyyət yönümlülük qoruyub. Çünki psixomotorluq burada qorunub. Psixomotor fiziki hərəkətlərdir. Və yaxud da deyə bilərsən ki, rəsm çəkə bilir, psixomotor. Deyə bilərsiniz ki, məsələn, deyək ki, 10 metr irəliyə tullanma hərəkətini icra edir. Bu da psixomotor. Piano ifadə edə bilir. Bu da psixomotor. Yəni o bayaq saydığım fənlər ki var, onunla bağlı fiziki bacarıqlar və yaxud da qaçır, tullanır, hoppanır və s. Bunlar şəxsiyyət yönümlülük prinsipinin qorunması və pozulması tipli suallardır, amma fiziki hərəkətlərə dair. O ki, emosionala qaldı. Emosionalda, məsələn, deyirsiniz bayaq ki, müəllimə, bəs siz dediniz ki, izah edir, bəs onda danışıq, biz danışmaq başqa şeydir, izah eləmək başqa şeydir. Emosionallıqdakı danışmaq, yəni bir fikrə münasibət bildirməkdir, şəxsi münasibət bildirmək, bir şey haqqında münasibət bildirməkdir. Amma idrakdakı danışmaq, dərslə bağlı danışmaqdır, müəyyən mövzunu izah eləməkdir. Bu baxımdan ikisi arasındakı fərqi bilmək lazım. Bir də tərbiyəyə dair olan hər şey, məsələn, uşaqların milli mənəvi tərbiyəsi, hər bir tərbiyəyə dair mövzu orada veriləcək şəxsiyyət yönümlülük prinsipi. Milli bəşəri dəyərlərə gəlincə, hörmətli tələbələr, milli bəşəri dəyərlərdə bayramlar, milli bayramlarımız, xüsusi günlər, məsələn, Qurban bayramına tutmuş Novruz bayramı və sair və ilaxır. Bunlar hər biri bayramlar, hətta milli azlıqların belə bayramı, Pasxa bayramı və s. və ilaxır. Bunlar hamısı şəxsiyyət yönümlülük prinsipinin qorunması və pozulmasıdır. Şəhidlərimiz, milli qəhrəmanlarımız, onlara dair olan fikirlər şəxsiyyət yönümlülük prinsipidir. Beləliklə, şəxsiyyət yönümlülük prinsipində əsas diqqət yetirilməli olan situativ məsələlər bunlardır. Keçdik nəticə yönümlülük prinsipinə. Bu bizim 3-cü prinsipimizdir. Ardıcıllıq vacib deyil. Nəticə yönümlülük prinsipi də adətən deyir ki, açar sözümüz, mən hər zaman tələbələrə deyirəm ki, bu elə bir mövzudur ki, bu kitabın ortasında da, sonunda da, kurikulumda eyni cür gedir. Harada görsəz ki, əvvəlcədən açar sözlərimiz budur. Qabaqcadan fikir verirsiniz. Öncədən. Hər birinin oxşarlığı nədir əslində? Hər birinin oxşarlığı nəyinsə əvvəlcədən, qabaqcadan, öncədən müəyyənləşdirilməsidir. Sizcə, nəyi qabaqcadan, öncədən, əvvəlcədən təyin etmək olar? Məsələn, müəllim sabahki dərsin bir gün qabaqdan planlaşdıra bilər. Bu daha çox planlaşdırma ilə bağlıdır. Müəllim bir gün öncədən və ya bir neçə dərs öncədən gələn dərsdə nələri uşaqlardan soruşacaq, onu təyin edə bilər. Bax, bu baxımından nəyisə əvvəlcədən müəllim nəzərdə tutub və onu yerinə yetirirsə, bu nəticə yönümlülük prinsipidir. Deyir ki, nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsidir. Baxın, açar sözümüz birin bu yazıb, bəzilərində mən yazdım, yəni yaxın mənalı sözlərdir. Bu sözlər adətən deyir, müəllim sabahki dərsdə ismi keçməyi planlaşdırır. Müəllim dərsə gəlib sifət mövzusunu keçir. Artıq nəticə yönümlülük pozulub. Niyə? Çünki mən qabaqcadan ismi planlaşdırmışdım, amma gəldim dərsdə sifət mövzusunu keçdim. Bir şey verirsiniz? Ona görə də burada diqqət edəcəyiniz məqam budur. Müəllim əvvəlcədən sabahki dərsi belə deyək ki, müasir təlim metodlarından keçməklə nəzərdə tutub ki, keçsin. Amma sabah gəlir dərsə və yadına düşür ki, materiallar evdə qalıb, unudub yəni. Bu da qabaqcadan müəyyən etdiyi bir şeyi yerinə yetirməməkdir. Və yaxud da deyək ki, müəllim sabahki, belə deyək ki, dərsdən gözləntisi budur ki, uşaqları qiymətləndirsin və ya uşaqların nəticələrini yoxlasın, amma sabah gəlir dərsə buna nail ola bilmir. Yəni, uşaqlarını öyrətməyə nail ola və ya öyrənməsinə nail ola bilmir. Amma burada məsələ budur ki, qabaqcadan müəyyənləşdirdiyi bir şeydə nail ola bilmir. Bax, burada diqqətli olun. İndi keçdik, gəldik inteqrativlik prinsipinə. İnteqrasiya müasir kurikulumun prinsiplərindən biridir. İnteqrasiya sözünün özünün, gələcəkdə biz bu barədə keçəcəyik. Bu sözün mənası birləşmək, əlaqələnmə və cəmləşmə deməkdir. Yəni, bir şeyi əlaqələndirmə, bir şeyi birləşdirmə, bir şeyi cəmləşdirmə. Fikir verirsiniz, yazıb ki, təhsilin məzmununun komponentlərinin
bir-birləri və həyatla sistemli şəkildə əlaqələndirilməsidir. Bax, fikir verirsiniz, inteqrasiyanın açar sözü əlaqələndirmədir. Nəyə əlaqələndirə bilərik? Biz bir fənni başqa fəndən, məsələn, tarixlə coğrafiyanı əlaqələndirə bilərik, kimya ilə fizikanı və s. İstənilən iki fən, yəni iki və daha artıq inteqrasiyanın üç növü var. Fən daxili, fənlər arası, fənlər üstü. İndi onu keçəcəyik gələcəkdə. Fən daxili dediyimiz şey inteqrasiya. Məsələn, Azərbaycan dilində isim mövzusu ilə mübtədə mövzusunun əlaqələndirilməsidir. Yəni fən daxilində, Azərbaycan dilində bir fən daxilində mövzular arasında. Fənlər arası dediyimiz şey tarix, coğrafiya, kimya, fizika, biologiya kimi, yəni iki və daha artıq fənin arasında əlaqə. Fən üstü nədir? Həyatla məktəbdə öyrədilənlərin əlaqələndirilməsi. Məsələn, deyir ki, 4-cü sinif şagirdi Əli anası ilə parkda yürüyüş edərkən anasına deyir ki, ana bu Eldar şamıdır. Bu filan ağacdır. Anası sual verir ki, sən bunu hardan bilirsən? Deyir, məktəbdə keçmişik. Fikir verirsiniz, həyatda öyrənilənlərin məktəbdə tətbiqi və məktəbdə olan həyatla əlaqələndirilməsidir. Bu baxımdan inteqrasiyada biz əlaqələnmə sözünü mütləq axtarmalıyıq. İndi gəldik tələb yönümlülük prinsipinə. Tələb yönümlülük prinsipi dedikdə fərd, cəmiyyət, dövlət onların dəyişən tələbat və ehtiyaclarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Bax, fikir verirsiniz, burada açar sözümüz budur. Fərd, cəmiyyət və dövlət bu üçünün dəyişən ehtiyac və tələbat. Bəzən tələbə deyir ki, Əsmər müəllimə, tələb yönümlülük prinsipində də tələbat sözü var. Məsələn deyək, şagird yönümlülük sözündə də tələbat sözü var. Biz bunu necə ayıraq? Baxın, məsələ budur. Əgər biz triada deyirik də üçlü, yəni bu üçlü nədir? Nə ola bilər? Fərd, 1, dövlət, 2 və cəmiyyət, 3. Bu üçünün, yəni üçünün bir yerdə olmalıdır. Maraqları, tələbatları ödənirsə və ya pozulursa, bu tələb yönümlülük prinsipidir. Məsələn, deyə bilərik ki, bəzi fənlər var. Məsələn, bu fənlər hansı fənlərdir? Adətən bunu qeyd edə bilərsiniz. Bu sizə testdə lazım olacaq. Kimya, ondan sonra fizika, ondan sonra biologiya. Məsələn, informatika fənni var, məktəbdə tədris olunur. İnformatika fənninin praktik hissələri. Bunlar tələb yönümlülük prinsipinə cavab verir. Hardan bunu götürürük? Bəzi fənlər var ki, bu fənlər, adlarını qeyd etdiyim fənlər, indi bu siyahını özünüz deyəcəyimdən sonra genişləndirə bilərsiniz, bir qədər düşünərək. Tələb yönümlülük prinsipində dövlət tələb verir ki, kimyadan müəllim həm nəzəri, həm də praktik tətbiq etməlidir keçirilən mövzuları. Həm nəzəri, həm praktik, laboratoriya şəraitində. Biologiyadan eynən, fizikadan eynən. Əgər müəllim dərsi, fizika kimi, kimya kimi çətin bir fənni şifahi olaraq, nəzəri olaraq tələblərin, şagirdlərin nəzərinə çatdırırsa, bu müəllim dövlətin qoyduğu tələbi pozur. Ona görə ki, burada tələb budur ki, həm bu fənlər nəzəri, həm də praktik olmalıdır. Eyni şey keçərlidir rəsm dərsləri üçün. Fiziki tərbiyə dərsləri üçün. Bunlar sırf nəzəri keçirilə bilməz. Həm nəzəri, həm praktik. Nəzəri də olsa səhvdir, praktik də təkcə olsa səhvdir. İkisi bir yerdə olmalıdır. Məsələn, deyək ki, informatika fənninin bir anlıq fikirləşin. İnformatika fənnində tutaq ki, müəllim Excel proqram mövzusunu keçir. Excel mövzusunda Excel panelini uşaqlara şifahi olaraq deyir, bu inanılmaz dərəcədə səhvdir. Çünki uşaq bunu görməsə, praktik olaraq bunu necə təsvir edə bilər? Mümkün deyil. Ona görə də siz bunu nəzəri olaraq deyirsinizsə, siz artıq dövlətin qoyduğu tələbi pozursunuz. Həm nəzəri olmalıdır, həm praktik. Bu baxımdan bu fənlər tələb yönümlülük prinsipinin qorunması və pozulmasına bağlıdır. İkinci situasiya nə düşür bundan bağlı? Tələb yönümlülük prinsipində ikinci situasiya adətən müəllimin müasir yoxsa ənənəvi dərs keçməsidir. Çünki müasir dövrün tələbi müasir dərs keçməkdir. Yəni kurikulum sisteminə uyğun dərs. Müəllim fəal təlim metodlarından istifadə edərək dərs keçirsə, fəal təlim metodlarından və vəsaitlərindən, biz deyirik ki, bu tələb yönümlülük prinsipi qoruyubdur. Amma yox, müəllim buna uyğun dərs keçmirsə, biz deyirik ki, bu ənənəvi qaydada dərs keçir, uşaqdan dərs soruşur, qiymət yazır. Bu tələb yönümlülük prinsipinin pozulmasıdır. Beləliklə, tələb yönümlülük prinsipi, hörmətli tələbələr, fərd, yəni bir nəfərin yox, məsələn, uşaq da istəyər həm nəzəri, həm praktik keçsin informatika fənninin, ailəsi də istəyər, cəmiyyət yəni. Dövlətin də tələbi budur. Bu üçünün tələbi eyni anda marağı varsa, sən bunun hər hansı birinin marağını pozursansa, valideyn də istəyir uşağı müasir dərs keçirilsin. Uşaq özü də istəyər, cəmiyyət də istəyər, dövlət də istəyər. Siz bu tələbi pozursunuzsa, bu artıq tələb yönümlülük prinsipinin pozulmasıdır.
İndi gəldik qiymətləndirmə prinsipinə. Bu çox maraqlı bir testdir. Qiymətləndirmə təhsil alanların, yəni şagirdin, baxın başqa söz yoxdur, sırf təhsil alanın nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Nailiyyət nə deməkdir? Nailiyyət, məsələn, deyək ki, siz işə qəbulda nailiyyət göstərəcəksiniz inşallah. Nailiyyət yəni uğurdur. Nailiyyətdə bir yekunluq sözü var. Yəni sonu göstərir. Düzdür, bu gün fəal təlimdə qiymətləndirmə istənilən mərhələdə aparıla bilər, bu sözsüz. Amma adətən mövzuda da biz bunu protokol olaraq sona qoyuruq. Yəni təhsil alanın nailiyyət, yekun bacarıqlarına, bilik bacarıqlarına qoyulan, yox, deyirsən ki, nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni yekun nəticəsinə qoyulan dövlət tələbidir. Və qiymətləndirmə ilə bağlı suallar necə düşür? Müəllim sualların 50%-ni asan, 50%-ni çətin qoyubsa, bu qiymətləndirmə prinsipinin pozulmasıdır. Niyə? Çünki qiymətləndirmə standartı gələcəkdə keçəcəyik 4 səviyyədə müəyyənləşdirilib. Məsələn, aşağı səviyyəli suallar, orta səviyyəli suallar, yüksək və ən yüksək səviyyəli suallar, 4 səviyyəli sualdır. Yəni siz 10 dənə sual hazırlayırsınızsa, bu 10 sualdan əgər dediyimiz qayda üzrə getsəz, 2 sualı, yəni 20% sualı çox asan sual qoymalısınız. 2 sualı çox çətin qoymalısınız. Çünki bayaq belə dedim, aşağı səviyyəli, orta, yüksək, ən yüksək. Aşağı 2 sualcı olacaq 10 sualdan, çox yüksək 2 dənə sualınız olmalıdır. 100% üzərindən gedəndə. Və yerdən 2 dənə qalır 10 dənə testdən. 4-ü getdi, qaldı 6 testimiz. 6-dan da 3. Yəni 3-ü aşağı orta, 3-ü orta yüksək səviyyəli suallar olmalıdır. Yəni siz sinifdəki bütün uşaqları nəzərə almalısınız. Sən gətirib 50 sualı, 50% üzr istəyirəm, testi asan, 50%-i çətin qoymusan. Bəs orta səviyyəli uşaqlar necə oldu? Və ya 50-sini aşağı, 50-sini orta səviyyə qoymusan. Yüksək səviyyəli uşaqlar necə oldu? Bu baxımdan müəllim sinifdəki dərsi keçərkən uşaqların səviyyəsinin, potensialın qiymət əsasına nəzərdən keçirməlidir. Qiymətləndirmə etdikdə qiymətləndirmə standartının tələbləri gözlənilməlidir. Və qiymətləndirmədə də, məsələn, deyək ki, müəllim KSG, kiçik summativ qiymətləndirmə keçirilir. Gələcəkdə keçəcək. Və kiçik summativ qiymətləndirmədə, birinci summativ qiymətləndirmədə uşaqların nəticəsi zəif olur. İkinci summativ qiymətləndirmədə, KSG 2-də, sinifin səviyyəsi yenə aşağı olur. Bu zaman müəllim hansı prinsipi ümumiyyətlə yadda saxlayırsınız? Qiymətləndirmənin açıq sözü qiymətləndirmədir. Nə baxımdan? Birinci KSG-də uşağın nəticəsi zəif çıxmışdırsa, müəllim həmin o nəticəni təhlil eləyib, uşaqların zəifliyini aradan qaldırıb, növbəti KSG uşağı hazırlamalı idi. Amma sinif eyni nəticəni gələn dəfə də göstərirsə, demək müəllim qiymətləndirməni düzgün yerinə yetirməyib. Çünki qiymətləndirmənin tələblərindən biri budur ki, çıxan nəticə əsasında gələcək perspektivi müəyyənləşdirirsiniz. Siz əgər bunu etmirsinizsə, o zaman siz qiymətləndirməni pozmuş olursunuz. Beləliklə, hörmətli tələbələr, kurikulumun 6 prinsipi oldu. Şagird yönümlü, şəxsiyyət yönümlü, təkrarlayaq bir yerdə. Nəticə yönümlü, inteqrativlik, tələb yönümlü və qiymətləndirmə. Dediyim kurikulumun prinsiplərinə situasiyalar, bax, əsasən bu dediklərimin üzərindən düşür. Ona görə mənim bugün dediyim şeyləri diqqətdə saxlayırsınız və doğru şəkildə cavablandırırsınız. İndi keçək 1-2 testimizin izahına baxaq, görək necə cavab verəcəksiniz. Gəlin bilimizi yoxlayaq. Aha, hörmətli tələbələr, indi bəzi testə aid olan suallarımıza diqqət eləyək. Birinci suala başlayaq. Deyir, riyaziyyat üzrə fənn olimpiyadaları keçirilir. Riyaziyyat üzrə testlərdə şərtə diqqətlə qulaq asın. Görün, şərt sizdən nə istəyir? Sinifdə aktiv olan, daim öz üzərində işləyərək sinifdə yoldaşları ilə müxtəlif bilik yarışları təşkil edən Turanə, respublika üzrə keçiriləcək bu fənn olimpiyadalarına müəllimləri tərəfindən dəvət olunur. Kurikulumun hansı prinsipi gözlənir? Demək, uşağın riyaziyyat fənni üzrə marağı var. Burada aktivdir, fəaldır. Əgər müəllim də bunu ödəyib, onu dəvət edirsə, onun marağın, o hansı prinsipdir? Əlbəttə ki, B bəndi, şagird yönümlülük. Daha sonra deyir ki, müəllim gündəlik planlaşdırma hazırlayarkən, ikinci suala diqqət eləyin, mövzunun mənimsənilməsinə daha çox diqqət yetirərək, heç bir təlim nəticəsi ilə əlaqələndirməyə diqqət yetirmir. Dərs zamanı şagirdlər tədris edilən mövzunu tam olaraq mənimsəməkdə çətinlik çəkir. Müəllim kurikulumun hansı prinsipini pozmuşdur? Fikir verirsiniz, gündəlik planlaşdırma hazırlayarkən mövzunun mənimsənilməsinə daha çox diqqət yetirir, heç bir təlim nəticəsini əlaqələndirmir. Burada tələbə əlaqələndirmə sözünü görəndə düşünür ki, burada tutaq ki, deyə inteqrasiyadır. Xeyr,
Niyə görə inteqrasiya deyil? Çünki burada demir ki, iki fənni mövzuları tutaq ki, həyatla əlaqələndirmə. Deyir ki, nəticəni əlaqələndirmir, təlim nəticəsi. Demək, sən mövzu keçərkən onu təlim nəticəsindən əlaqələndirməlisən. Yəni, təlim nəticəsi dərsin mövzusu ilə əlaqədardır birbaşa. Müəllim qabaqcadan, əvvəlcədən bunları nəzərə almalı idi. Demək, müəllim nəticə yönümlü prinsipini pozur. Növbəti bir sualımıza baxaq, biraz qabaqlara düşək. Deyir ki, şagird Türkmənçay və Ədirnə müqavilələrinin xalqımız üçün ağır nəticələrini faktlar və əsaslandırılmış fikirlərlə izah edir. Kurikulumun hansı prinsipi gözlənilmişdir? Yada saxlayırsınız, mövzunu, materialı izah edə bilən şagird şəxsiyyət yönümlü prinsipindədir. Yəni, dərsi izah edən, başa salan, dərs haqqında danışa bilən uşaq şəxsiyyət yönümlü prinsipindədir. Daha sonra deyir ki, 8-ci suala diqqət eləyək. Coğrafiya müəllimi 10-cu sinif şagirdlərinə qış gün dönümü günü cismin kölgəsinin boylarına bərabər olduğunu müşahidə etmələri tapşırığını verir. Müşahidə nəticələrini dərsdə açıqlamaq. Uşaq gedəcək, müşahidə eləyəcək evdə və gəlib onu sinifdə təqdim eləyəcək. Birbaşa olaraq inteqrativlikdir, həyatla əlaqələndirməkdir. İndi 10-cu sualı sizə verirəm və cavabı aşağıda qeyd edərsiniz. Amil tez-tez sinif yoldaşlarını qıcıqlandıraraq dərs prosesini pozur. Müəllim şagirdlə heç bir tərbiyəvi iş görməyərək işinə davam edir. Cavabı aşağıdan qeyd edək. Sonra Albert Einstein deyirdi ki, hər kəs dahidir. Ancaq sən balığı ağaca çıxa bilməmək qabiliyyətinə görə tənqid etsən, o ömür boyu özünün qabiliyyətsiz olduğuna inanaraq yaşayacaq. Hansı prinsipə uyğundur? Aşağıdan cavabları istəyirəm. Hörmətli şagirdlər, demək, hörmətli tələbələr, hər birinizə uğurlar arzu edirəm və hər kəsə çıxdığı bu yolda uğurlar arzu edirəm. Təşəkkür edirəm.